Bilsiz necə olur. Hər zamanki kimi yenə şaşmaz. Hər işə burunlarını soxan ermənilər Rusiya tərəfindən silahlandırıldılar. Xəfiyyə kimi, casus kimi, xəfiyyə olmasın, dedektiv gedir o. Casus kimi silahlandırırlar. Və deyək ki, Osmanlıya qarşı artıq belə tədbirlər görürdülər. Osmanlıya xəyanət edirdilər. Türk müsəlman əhaliyə qarşı qətl-qarət törədirdilər. Bu zamanda elə olub Ermənistan deyəcəydim. Ermənilər İngilis-Fransız ordusunu Çanaqqalaya doğru yeridirlər. Onların əsas məqsədi İstanbulu ələ keçirmək idi. 1915-ci ildə 16-cı il Çanaqqala döyüş oldu. Deməli, Altı ata məğlub oldu. Osmanlı qalib gəldi. Bundan sonra isə İngilislər İraqı ələ keçirmək istəyirlər, lakin məğlub olurlar. İngilislər kütül amarə döyüşündə mühasirəyə düşürlər və təslim olurlar. Bundan sonra gəlir Verden qəssabxanası. Deməli, Verden qəssabxanası videoları belə kəsə-kəsə edirəm ki, silə bilim şeyləri, efendim. 1916-cı il Verden qəssabxanası adlanan bir döyüşümüz var. Bu döyüş niyə Verden qəssabxanası adlanılır? Çünki deyilənə görə meyitlərin sayı o qədər çox imiş ki, yəni ət doğramaq kimi o qəssabxananı andırırmış. Ona görə Almaniya və Fransa arasında. Fransa qalib gəlir, Almaniya məğlub olur. Fransa düzdür, çoxlu sayda itki verir. Lakin Almaniyanın qarşısını ala bilir. Sonra Somali